Var ajitaj. Heç onu bilən neçə nəfər var? Yox, elə bilsək görən olacaq. Bizə 8 milyon nədir? Vasif Talibovun 800 milyonu var. Nə 800 milyon? Milyardı var. Milyardları, bir 3-4 milyardı bəlkə də var. Amma onun nə deyirlər ona? Deklarasiyasını açıqladılar ki, Nə qədər maaş Gürcüstan alır? ki, yox, Gürcüstan otelin alınmı, bank kreditindən alınıb. Deklarasiyasını o da açıqlayıblar. Bank krediti, mən bir şeydir. Başqa bir şey. Bank krediti 8 milyon sizə ipoteka götürsəz indi inşallah siz 25 il ipoteka ödəyəcəksiniz. Ayda da 1000 manatdan hesablayın, 800 min manat arası. Sizin daha qan qrupuna qədər istəyirlər sizdən, düzdür? O, bu, ikinci altı versələr o da. Və siz cəmi 100 min, 150 minlik bir ipotek krediti 25 ilə ayda da kifayət qədər, məsələn, orta hesabla 1000 götürək də, düzdür? Siz gərək 2600 manat civarı. 600 min arası, məsələn, 800 var, nəysə 1000 götürək orta hesabla, məsəl üçün. Siz gərək 1000-lə 25 il ödəyəsiniz, cəmi 150-200 mini ödəyəsiniz də. İndi məsələn, Vasif Talibovun oğlu, hörmətli, nə idi adı? Rıza Talibov. Maaşı nə qədər? Miqrasiyada muavindir. Olsun 2500, 3000, 3500, 5000, 5000 rəsmi. Bizneslərdə var mı? Yox, var. Mən sual, biznes hardan gəlir? Bu sən məmursan, sən biznesin məşğul olunmasa. 5000 maaşından 8 milyonluq krediti neçə ilə nə qədər ödəyəcək? O bank var, kredit verən bank. Onun o maaşını hesablayıb verməlidir. Düzdür, belə götürəndə nə deyirsə ki, mənim başqa əmlakım var, onda ikinci sual çıxır ortaya. Başqa əmlakı nə ilə almısan? Düzdür ya, yox? Təbii. Ya bu məsələlər, baxın, bu adiləşib bizim insanların gözündə. Bizim insanlar artıq deyir ki, şimdi olmalı da, bunların milyonu olmalı. Niyə olmalı qardaş? Niyə mənim olmamalıdır, sizin olmamalıdır?